öyrənirik düşüncə tərzi nəzəriyyəsini. Bu Carol Dweck'in nəzəriyyəsidir. Carol Dweck qadındır. Psixoloq olub, adam görür ki, uşaqlar bəzən hər hansısa mövzularla bağlı çətinlik çəkirlər. Bu çətinlik çəkəndə də müxtəlif reaksiyalar verirlər. Çətinlik çəkdikləri mövzularla bağlı. Bu çox saylı araşdırmalar aparır və sonda görür ki, insanlar bu çətinliklərə qarşı verdikləri reaksiyalara görə, qarşılarına çıxan çətinliyə qarşı verdikləri reaksiyalara görə iki tipə bölünürlər. İnkişafa qapalı düşüncə tərzinə malik insanlar, inkişafa açıq düşüncə tərzinə malik olan insanlar. Bu nə deməkdir ümumilikdə? Gəlin birinci buna baxaq. Özümüz də bunu gündəlik olaraq istifadə edirik. Belə deyək, pessimist adam var, bir də optimist adam var. Bunu bununla da eyniləşdirmək olar. Yəni pessimist adamlar həmişə hər şey pis yöndən baxırlar, həmişə belə deyək, kefsiz olurlar və heç nəyi belə deyək də yaxşı olmayacağını düşünən insanlardır. Optimist adamlar isə həmişə hər şeyin ən yaxşı olacağını düşünən insanlardır. Yəni gələcəyə ümidlə baxan insanlardır. Yəni bunu onunla da belə deyək, oxşarlaşdıra bilərsiniz. Düzdür, tam yanaşma olaraq eyni yanaşma deyil, amma ən azından dərk eləmək üçün, başa düşmək üçün oxşada bilərsiniz. İndi baxaq burada nəyə? Deyir, qapalı düşüncəyə və açıq düşüncəyə şəkil üstündən baxaq. Öhdəlik və ya uğursuzluq olanda hər hansısa bir proses zamanı, deyək ki, öyrənmə zamanı əsasda öhdəlik və ya uğursuzluq olanda qapalı düşüncə tərzinə malik olan insanlar həvəsdən düşürlər və problemi həll eləməklə bağlı cəhdlərini azaldırlar. Və onların nəticələri, nailiyyətləri, göstəriciləri gedir, çıxır aşağı. Açıq düşüncə tərzinə malik olanlar isə cəhdlərini daha da artırırlar və sonda yüksək nailiyyət əldə edirlər. Bunu bir dənə şeyin üstündən izah eləyək. Deyək ki, abituriyentdir. Abituriyent imtahana hazırlaşır. Və imtahanın çətinlikləri də abituriyenti başlayır sıxmağa. İki abituriyent var. İkisi də imtahana hazırlaşır və imtahanın çətinlikləri bunları başlayır sıxmağa. Müəyyən müddətdən sonra hazırlıq etməkdən yorulurlar, bezirlər, belə deyək də həvəsdən düşürlər. Yəni ikisinin də belə deyək ki, ortaq xüsusiyyəti var ki, imtahana hazırlaşırlar. Bunlardan biri müəyyən müddətdən sonra tamamilə həvəsdən düşür. Ümumiyyətlə hazırlığa belə deyək də səthi yanaşır. Gedir tapşırıqları falan çox güclü eləmir. Deyək ki, yola verir. Bu yola verdikcə müəyyən müddət keçdikdən sonra sınaqlara gedəndə görür ki, bunun nəticəsi aşağıdır. Və sonda bu insan qəbulda da çox aşağı nəticə toplayır. Niyə? Çünki bunun düşüncəsi qapalı idi və düşünürdü ki, mən onsuz da girəməyəcəm universitetə, neynirəm, mal lazımdırmı, öyrənə bilmirəm, yadımda qalmır, çətindir, yoruluram. Belə kimi bəhanələri var idi. Və sona görə onun nəticəsi sonda neynədir? Nailiyyəti çox aşağı oldu. Göstəricisi. Digər şagird isə nə qədər çətinliyi olsa da, deyir ki, yox, mənim məqsədim var qarşımda və mən çalışaraq, gecə-gündüz çalışaraq bu məqsədə çatacam. Bu insan açıq düşüncə tərzinə malik olan insandır. Bu insan gecə-gündüz oxuyur, səhv eləyəndə çəkinmir, müəllimə deyir, səhvlərini düzəltdirir, müəllimə deyir ki, müəllim, falan testi səhv eləmişəm, bunu öyrədə bilərsinizmi? Oturur, məsəl üçün, həmin testlə bağlı, eləməklə bağlı müxtəlif videolara baxır, müxtəlif strategiyalar öyrənir ki, həmin deyək ki, mövzu nətər öyrənsin. Tapşırıqları çalışır ki, səhv yazdıqca yenidən həmin səhv yazdığı tapşırıqları yenidən işləsin. Yəni cəhdlərini artırır. Və cəhdlərini artırdıqda sonda gedib qəbul imtahanında yüksək nailiyyət əldə edir. Və bu insanların qapalı və açıq düşüncə tərzinə malik olmaqlarının göstəricisidir. Yəni belə dediyim kimi optimist və pessimistlə də belə oxşada bilərsiniz. Bu sadə bunun izahı. Carol Dweck'in dediklərinin belə deyək ki, sadə izahı. Yəni burada çox şeylər var və burada olan əsas məsələlərdən biri nədir? Biz insanlar öyrətməyi belə deyək də şagirdlərə öyrətməliyik ki, beyin inkişaf edən bir belə deyək orqandır. Əzələ necə inkişaf eləyirsə, məşq elədikcə deyək ki, güclənirsə, beyin də inkişaf elədikcə, yəni işlətdikcə daha doğrusu inkişaf eləməyə başlayır. Nətər ki, əzələni işlədirsən, inkişaf eləyir və bərkiyir və belə deyək, sən əzələli olursan, güclü olursansa, beyindəki neyronlar arası əlaqə də işlətdikcə daha çox güclənir və sənin beynin başlayır daha yaxşı işləməyə. Daha yaxşı sən nəyisə qəbul eləməyə, analiz eləməyə, təhlil eləməyə və öyrənməyə. Bu sənə imkan verir. Qapalı düşüncə tərzinə malik olan insanlar tez ruhdan düşürlər və heç vaxt beynin belə inkişaf eləyən bir orqan olduğunu düşünmürlər. Ona görə onlar həvəssiz olurlar, onların öyrənmə qabiliyyəti yüksək olmur, onlar vəziyyəti dəyişmək üçün heç vaxt heç də eləmirlər, həmişə həvəssiz olurlar, həmişə mənfiyə köklənirlər, mənlik deyiləm, mən eləyə bilmirəm, mən bacarmıram, çətindir, ay yoruluram, bu kimi fikirlər səsləndirirlər. Açıq düşüncəyə malik olanlar isə əksinə mübarizəçi insanlardır və onlar çox vaxtı öz istədiklərinə sonda nail olurlar. Hansı ki, öz əzmləri, iradələri gücünə. Yəni, öz strategiyalarını qururlar, əzmlərindən, iradələrindən çalışırlar və sonda istədikləri nəticəyə nail olurlar.
Hansı ki, bunlar açıq düşüncə tərzinə malik olan insanlardır. Yəni, hər şeyə optimist yanaşırlar, belə deyək. Baxın, açıq düşüncə tərzinə malik olan insan deyir ki, bax, mənim məqsədim öyrənmədir. Mən daha çox vaxt sərf eləyərək, daha çox çalışdım, daha yüksək nailiyyət əldə edə bilərəm. Səylər məni daha da güclü eləyir. Mən daha da yaxşı ağıllı ola bilərəm, daha da yaxşı inkişaf eləyə bilərəm. Bu kimi yanaşması var. Yəni, hər şey müsbət baxır və özünü motivasiya eləməyə bacarır. Müsbətə köklənir və sonda da yüksək nailiyyət əldə edir. Amma qapalı düşüncə tərzində bu yanaşma yoxdur. Qapalı düşüncə tərzində deyir ki, mən öyrənə bilmirəm, onsuz da işlətsəm də, məsələn, nəsə deyək ki, çalışsam da, tapşırıqları əlavə olaraq öyrənməyə vaxt sərf eləsəm də, mövzunu əlavə olaraq öyrənməyə vaxt sərf eləsəm də öyrənə bilməyəcəm. Mənlik deyil, mən bu kurikulumu öyrənə bilmirəm. Bax, bu yanaşmada olanlar qapalı düşüncə tərzinə malik olanlardır. Yox, kurikulum nədir, öyrənəcəm, nədir, test işləyəcəm, müəllim verəcək, müəllimə gəlib sual verəcəm, bir dəfə testi yaxşı yazmasam da ikinci səfər yaxşı yazacağam, sonda imtahanda gəlib 20 dənə yazacağam. Yəni, bu yanaşmada olanlar inkişafa açıq düşüncə tərzinə malik olan insanlardır. Sonra, gələk indi bunların müxtəlif xüsusiyyətlərinə. Hansı xüsusiyyətləri var? Burada da olanları sizə də izah eləmirəm, oxuyasınız onsuz da. Deməli, qapalı düşüncə tərzinə malik olan insanlara aid olan xüsusiyyətlər hansılardır? Bax, bu insan çətinlikdən yayınır. Səhv eləməkdən qorxur ki, başqaları məni, belə deyək də, axmaq gözündə görəcəklər, zəif gözündə görəcəklər. Yəni, mən səhvimi deməyim, çünki mənə qıraqdaşlar gülər. Yəni, bu yanaşmada olur. Mən rəy verəndə, müəllim olaraq ona rəy verəndə o rəyləri qulaq ardına vurur, eşitmir. Onun inkişaf üçün yol göstərirsən ki, bax, belə eləsən inkişaf eləyəsən və yaxud da səhvlərinlə bağlı fikirlər bildirirsən, o onlara qulaq asmır. Çox tez həvəsdən düşür, asanlıqla təslim olunur, bacarmaram deyir, heç vaxt bu işi görə bilmərəm deyir. Ən çox bunu həvəsləndirən nələrsə varsa, o da buna mükafat verməkdir, başqalarının fikridir. Ona görə hərəkət eləyir. O da bir müddətlikdir də, daimi deyil. Başqalarının fikri, qiymət, mükafat kimi şeylərlə həvəslənmək daimi deyil, müvəqqətidir. Ona görə bir nəticə sonda əldə olunmur. Nəticə aşağı olur. Bu adamın fikri-zikri yalnızca sondakı nəticədir. Ki, bu sondakı yüksək nəticəni əldə eləyə bildi, yoxsa yox. Əldə eləyə bilmirsə, bu hər şey bunun üçün maraqsız gəlir də. Deyək ki, bu adam ilin sonunda imtahan verməlidir, məsələn, gedir sınağa ilin ortasında, görür ki, sınaqdakı nəticəsi zəifdir, deyirik, mən onsuz da hazırlaşası deyiləm, nəticəm zəifdir, mən belə deyək də, zəifəm. İstədiyim nəticəni toplaya bilməyəcəm. Yəni, prosesi görmür ki, bu əvvəlki sınaqla, birinci sınaqla, ikinci sınağın arasında nə qədər güclənibdir. Bu, buna fikir vermir. Bu, sondakı nəticəyə köklənir ki, yox, balım aşağı çıxdı. Amma müqayisə eləmir ki, birinci imtahandakı balla ikinci imtahandakı balın arasında müəyyən qədər fərq var. Yəni, müsbət belə deyək, irəliləyiş var. Bunu fikir vermir. Yəni, prosesi görmür, bu deməkdir. Sonra, zəka sabitdir bu insandan ötürü, zəka doğuşdan verilir və dəyişmir. Yəni, Allah buna nə veribsə odur da, bu, onu çalışaraq inkişaf elətdirə bilməz. Bu yanaşmadadır bu insan, qapalı düşüncə tərzinə malik olan. Özünü başqaları ilə müqayisə eləyir, amma belə deyək də, həmişə mənfiləri görür özünü başqalarından müqayisə eləyəndə. Mənfi yanaşmada olur özünə qarşı. Bu adam səyləri faydasız sayır ki, mən nə qədər çalışsam da onsuz da sonda bir nəticə əldə edə bilməyəcəm. Bu olur qapalı düşüncə tərzinə aid olan insana aid xüsusiyyətlər. Açıq düşüncə tərzinə aid olan insana aid xüsusiyyətlər var. Bunlar hansılardır? Bu adam deyir ki, çətinlik var, eybi yoxdur. Var, lap yaxşı. Mən bu çətinliyin nöqtəsindən gələcəm. Səhvlərim var, eybi yoxdur, qoy olsun. Mən öyrənəcəm. Səhvlər məni aparıb sonda nəticəmin yaxşı olmağına çıxardacaq. Rəy verirlər ona, müəllim deyir ki, bunları belə eləmə, düzgün eləmək üçün bunları eləməlisən və verilən rəylərə qulaq asır, ondan nəticə çıxardır, özünə plan qurur, yol qurur, inkişaf eləyir. Açıq düşüncə tərzinə malik deməli. Bu adamın öyrənməyə marağı var. Nə qədər də son nəticələri yaxşı olmasa da, bu adam daimi olaraq öyrənməyə maraqlı olur. Uğursuzluq olanda, hər hansı bir məsələdə başına bir hadisə gələndə, belə deyək, uğursuzluq yaşayanda, öyrənmə zamanı. Bu, deyir ki, eybi yoxdur, hələ bacarmıram, amma bunun da öhdəsindən gələcəm, eləyəcəm. Məsələn, riyaziyyatdan 25 dənə yazmaq istəyirəm imtahanda, amma gedib, məsəl üçün, deyək ki, 10 dənə yazıram. Amma mən deyək ki, çalışacağam, nə qədər çalışacağam, çox çalışacağam ki, sonda gedib 25 dənə yaza bilim, yaxud da 20 dənə yaza bilim. Sonra, əzm və dözümlülük nümayiş etdirir. Demək, bu insanlar əzmli insanlar olur, mübariz insanlar olur, dözümlü insanlar olur, açıq düşüncə tərzinə malik olanlar. Özünü daimli inkişaf elətdirmək istəyir ki, mən inkişaf eləməliyəm və bununla da sonda nailiyyətim yüksək olacaq. Həmişə tənqidi rəylərə açıq fikirlidir. Yəni, buna verilən rəylərə düzgün qiymətləndirir və ondan da düzgün, belə deyək də, nəticə çıxartmağı bacarır.
Bu adam fikirləşir ki, zəka, yəni mənə verilən ağıl mənim məşqimdən asılıdır. Mən nə qədər təcrübə eləsəm, nə qədər öyrənməyə çalışsam, nə qədər öyrəndiklərimi belə deyək, inkişaf elətdirməyə çalışsam, o zaman daha yaxşı inkişaf eləyə bilərəm. Bu açıq düşüncə tərzinə malik olan xüsusiyyətlərdir. Açıq düşüncə tərzinə malik insana aid xüsusiyyətlərdir. Yəni gördünüz, təməl fərq nədir? Qapalı düşüncə qorxaq olur, deyir mən bacarmıram, həvəssiz olur, belə deyək də özünü motivasiya eləməyə bacarmır, amma açıq düşüncə tamamilə bunun əksidir. Yaxşı, gəlin indi burada bir şey var, ona baxaq. Deyir, bəs düşüncə tərzini dəyişmək mümkündürmü? Biz müəllim olaraq şagirdlərə bunu mütləq formada bildirməliyik ki, sənin düşüncə tərzini dəyişmək mümkündür. Sən ola bilər qapalı düşüncə tərzinə maliksən. Özündən həvəssizsən, deyirsən mən bunu bacarmayacağam, kurikuluma yaza bilməyəcəm, imtahan çətindir, ay mən gedəcəm olsa yaxşı bal yığmayacağam. Bu kimi yanaşmanı dəyişmək mümkündür. Bəs yaxşı, nətər mümkündür? Necə eləyərsən ki, bu yanaşmanı dəyişərsən qarşındakında? Bunun üçün müxtəlif strategiyalar var. İlk növbədə öyrətməlisən ki, birinci növbədə öyrətməlisən ki, zəka stabil bir şey deyil, zəka dəyişən bir şeydir. Yəni belə deyək də, sən əzələni nətər məşq elətdirirsən, bədən yığırsansa, zəka da daimi olaraq oxumaqla, beyninə deyək ki, əziyyət verməklə onu inkişaf elətdirə bilərsən. Yəni bunu şagirdlərə aşılamalısan və yaxud da qarşındakı müdavimlərə aşılamalısan ki, zəka inkişaf eləyən bir şeydir və sən günü-gündən bu zəka ilə bağlı olan müəyyən testlər, tapşırıqlar, lap elə dərs öyrənməyin, bunları eləyəsi olsan, sənin zəka səviyyən artacaq. Yəni öyrənmə səviyyən artacaq. Yəni sən qapalı düşüncədəsənsə də, yəni bunu inkişaf elətdirərək sənin açıq düşüncə tərzini çevirmək olar və yaxud da səni inkişaf elətdirmək olar. Bu birinci. İkincisi nədir? İkinci məsələ odur ki, uşaqlara risk mədəniyyəti formalaşdırırsan. Yəni deyirsən ki, eybi yoxdur da, testi işlə. Məsəl üçün 20 dənə testi öyrən, qoy 10 dənə səhvin olsun. Əsas odur ki, işlə. Səhvlərini nəticə çıxardasan sonda. Və bu səhvlərini görməyin, səhvlərini düzəltməyin, səhvlərin üzərində işləməyin səni sonda nəticənin yüksək olmağına aparıb çıxardacaq. Ona görə səhvlərdən qorxma. Risk götürməyi qəbullan. Yəni risk eləməyə bacar. Məsələn, sual olanda o sualı məsəl üçün özün işləməyə çalış. Ki, səhv eləsən də eybi yoxdur, sonda öyrənəsən. Yəni buna aid bir dənə cədval var. Baxın, deyir, yeni bacarığa yiyələnmək istəyirsən də, bacarığı birinci neyinirsən? Bacarığı məşq eləyirsən. Məşq eləyəndən sonra səhv eləyirsən məşq eləyən zaman. Üstə. Sonra səhvlərini təhlil edirsən ki, ayda mən öyrənəndə burada harda səhvlər elədim. Sonra öyrəndiyimi, səhvlərimi düzəldərək yenidən yoxlayıram. Səhv eləyirəm, yenə də səhv eləyə bilərəm. Bu mənim, yəni nətər deyim də, elə səhv eləməməyim demək deyil ki, birincidən hər şeyi düzəldə bilməzsən ki, sən səhv eləyə bilərsən yenə də. Ondan sonra kömək istəyə bilərsən başqasından. Ki, mənə kömək elə, mən məsəl üçün öyrəndiklərimi səhv öyrənirəm. Mənə kömək elə, mən bunu düz öyrənim. Sonra kömək istəyərək öyrəndiklərini yenidən yoxlayırsan və sonda puxtələşirsən. Yəni belə deyək də, bu ardıcıllığı tam olaraq yadda saxlamasaz belə düşünün ki, bir insandır, deyək ki, riyaziyyatla bağlı hər hansı bir mövzunu öyrənmək istəyir, amma burada çoxsaylı səhvlər eləyir. Bu sinif yoldaşından və yaxud da digər müəllimindən belə deyək ki, kömək istəyir ki, müəllim, mən bu mövzunu daha yaxşı qavraya, anlaya bilmirəm. Bunu mənə kömək eləyərək öyrət. Və bu adam deyək ki, səhvlərindən həm də buna verilən rəylərdən nəticə çıxardır və sonda onu səhvlərindən də, verilən rəylərdən də nəticə çıxartdıqdan sonra başlayır inkişaf eləməyə və sondakı nailiyyəti neyinir? Yuxarı olur. Bu açıq düşüncə tərzinə malik olmağı deməkdir bir insan. Sonra üçüncü nədir? Biz belə deyək ki, zəkanı inkişaf elətdirmək üçün, yəni qapalını açığa keçirtmək üçün nələr eləyə bilərik? Düşüncə tərzimizi dəyişmək üçün. Düşüncə tərzimizi dəyişmək üçün biz şagirdlərə düzgün rəylər verməliyik. Bir müəllim olaraq biz şagirdə düzgün rəy verməyimiz şagirdin düşüncə tərzini dəyişməyinə şərait yaradır. Məsələn, uşağa çox ağıllısan, zəkalısan, səndən yoxdur. Bu kimi cümlələr işlətmək ona yaxşı effekt vermir. Düzdür, bir müddətlik yaradır, amma sonra bu uşağı risk eləməkdən çəkindirir. Uşaq zəkalı görünür deyə hamının içərisində, ağıllı görsənir deyə bir ad qoyulub, bax onun status verilib ona. O uşaq səhv eləməkdən qaçır. Ona görə də onun nəticələri get-gedə aşağı düşür, zəifləyir. Gəlin özümüzdən götürək də. Məsələn, hazırlığa gedirsən, müəllimin gözündə ən yaxşı, ən oxuyan uşaqsan. Sən bir müddətdən sonra çətin tapşırıqlar eləməkdən qaçırsan ki, bir dən səhv eləyərəm. Uşaqlar deyər ki, hə, nə oldu baba, ən yaxşı oxuyan buydu. Nə oldu baba, bu suala cavab verə bilmədi. Yəni bu yanaşmada olmaq lazım deyil. Əgər sən bu yanaşmada olassansa, nəticələrin get-gedə aşağı düşəcək. Fərqi yoxdur, sən ətrafa görə oxumursan, ətrafa görə öyrənmirsən, özünə görə öyrənməlisən. Və açıq düşüncə tərzinə malik olan insan ətrafdakıları nəzərə almır. Belə deyək ki, prosesə özü köklənir, fokuslanır və orada nəticəyə köklənmir ki, mən bu testi eləyə bildim və yaxud eləyə bilmədim. Bu testin üçün nə qədər çalışdım? Bu insan buna köklənir.
Yəni testdə öyrəndiyim səhv, deyək ki, elədiyim səhv məni nə qədər öyrətdi, məni nə qədər irəli apardı. Deməli, aha, mən bu testi işləyə bilmirəmsə, səhvə yol verdimsə, deməli indən sonra bu testdə səhv eləməyəcəm. Çünki səhv elədim və səhvin harda elədiyimi öyrəndim. Bax, adam bu yanaşmada olur. Ona görə də biz, məsəl üçün, şagirdlərə düzgün tərifləmədən istifadə eləməliyik, düzgün tərifləmə metodlarından istifadə eləməliyik, düzgün rəylər verməliyik ki, o inkişaf eləyə bilsin. Yəni, qapalı düşüncə tərzindən açıq düşüncə tərzinə keçə bilsin. Sonra biz, məsəl üçün, uşağa nə tər inkişafa açıq düşüncə tərzinə keçirə bilərik? Uşağa gözləmə vaxtı verməklə. Gözləmə vaxtı nədir? Biz sual veririk və görürsünüz sinifdə bu çox vaxtı özümüzün də rastlaşdığımız bir şeydir ki, sual verirsən, uşağın biri sıraza əlini qaldırır, biri bir müddətdən sonra əlini qaldırır, biri isə heç əlini qaldırmır. Deməli, bax, sual verəndə hamıya eyni miqdarda gözləmə vaxtı vermək lazımdır. Ümumiyyətlə, gözləmə vaxtı maksimum 1 dəqiqədir. 1 dəqiqədən artıq 30 saniyə, 1 dəqiqədən artıq gözləmə vaxtı hər hansısa bir suala görə verilməməlidir. Uşağa sual verəndə hamını nəzərə almaq lazımdır. Çünki onun biri tez düşünür, biri gec düşünür. Ona görə də inkişafa açıq düşüncə tərzinə keçirmək üçün uşaqları, onlara gözləmə vaxtı vermək və gözləmə vaxtına əməl eləməklərini bildirmək lazımdır. Onlara öyrətmək lazımdır gözləmə vaxtına əməl eləməyi. Yəni bu zaman o passiv uşaqlar, deyək ki, utancaq uşaqlar kənarda qalmayacaqlar prosesdən və onlar da öyrənməyə, belə deyək, çalışacaqlar. Yəni daimi olaraq biz tez cavab vermək istəyənə sualı səsləndirməyə desək, cavabını səsləndirməyə desək ki, sən səsləndir, onda o bilər həvəsdən düşəcək ki, onsuz da bu deyir də, biz nəyə deyək ki? Uşaq bu uşağı qapalı düşüncə tərzinə çevirəcək. Amma yox, mən bütün uşaqları nəzərə alsam və hər birinə gözləmə vaxtı versəm, onda digər uşaqlar da inkişaf eləyə biləcək. Yəni qapalı düşüncədən açıq düşüncəyə keçə biləcəklər. Sonra müəllimin şagirdlərə verdikləri rəylər, dedik ki, bayaq da rəylə bağlı danışdıq. Biz düzgün rəylər verməliyik, düzgün tərifləmə metodlarından istifadə etməliyik və rəy verən zaman biz prosesə köklənməliyik. Sondakı nəticəyi yox, uşağın prosesini qiymətləndirməliyik, çalışmağını qiymətləndirməliyik. Sondakı nəticəsini yox, sırf proseslə bağlı nə qədər çalışdığınla rəy vermək lazımdır. Bu düzgün rəy sayılır. Yəni destruktiv sayılmır. Destruktiv səhv rəy deməkdir. Konstruktiv düzgün rəy deməkdir. Və konstruktiv rəy o deməkdir ki, biz şagirdin prosesdən bağlı çalışmağına qiymət veririk, çalışmağına rəy veririk. Məsəl üçün nətər? Deyək, görürəm, qeydlərindən və öyrəndiyiniz üsullardan yaxşı istifadə eləməlisən. Afərin, bu cür davam elə. Baxın, mən burada nəticəyə köklənmədim. Sadəcə olaraq proseslə bağlı nələr elədiyini vurğuladım. Prosesini qiymətləndirdim. Uşağın prosesə nə qədər yaxşı yanaşdığını qiymətləndirdim. Üsullardan necə istifadə eləməyini vurğuladım. Aydındır? Demədim sənin nəticən yaxşıdır, sən əla, ağıllısan, professorsan. Bu cür yanaşmadım. Mən dedim ki, qeydlərin və öyrəndiyin üsullar çox yaxşıdır, düzgün istifadə eləmisən, afərin, belə davam elə. Yəni prosesə qiymət verirəm burada. Prosesə rəy verirəm. Bu da şagirdi açıq düşüncə tərzinə keçirilir. Sonra bayaqlar yuxarıda dediyimiz kimi, hələ bacarmıram sözlərindən istifadə eləməyi formalaşdırmaqdır. Müəllim nail olmalıdır sinifdə nəyə? Uşaqlarda hələ sözünü, belə deyək də, uşaqlara inteqrasiya eləməyə. Uşaqlar daimi olaraq hələ bacarmıram müəllim, hələ bilmirəm müəllim, amma eləyəcəm. Yəni yalandan yola vermək üçün yox, sadəcə olaraq özlərində, belə deyək, bir potensial görməkləri üçün onlara hələ sözünü inteqrasiya eləmək lazımdır ki, uşaqlar hələ sözünü özünküləşdirsinlər ki, müəllim, hələlik nəticə ala bilməmişəm, hələlik bacarmıram, amma bunu eləyəcəm, mütləq eləyəcəm. Uşağın özünə bir motivasiya yaransın və uşağın belə hələ sözündən istifadə eləməyi də onun inkişafa açıq düşüncə tərzinə keçirəcək zamanla. Yəni birdən-birə olmur təbii ki, inkişafda qapalıdan açığa keçmək zamanla olur və bunu da müəllim müəyyən bu strategiyalardan, adı çəkdiyimiz strategiyalardan istifadə edərək uşağı qapalıdan açıq düşüncə tərzinə çevirə bilər. Bu da Karl Dweck'in düşüncə tərzi nəzəriyyəsi. Yəni qısalaşdırsaq, düşüncə tərzi bölünür 2 yerə, qapalıya, açığa. Qapalıdır ki, mən eləyənmərəm, nə bilim, mənim o qədər idrak səviyyəm o qədər yuxarı deyil, nə bilim, nə qədər səy göstərsəm də onsuz da bir nəticə alası deyiləm. Bu yanaşmada olur. Açıq düşüncə tərzinə malik olan isə deyir ki, yox, bu gün eləyə bilməsəm də mən nə qədər çox cəhd eləsən, sonda nəticələrim yüksələcək. Və burada əsas öyrənməli olduğumuz hissələrdən biri də qapalı və açıq düşüncə tərzinə malik olan, insana aid olan, daha doğrusu xüsusiyyətlərdir. Bunlar da hər biri burada qeyd olunub. Belə, bugünkü dərsimiz bura qədər.